Salam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı bir saat ərzində Offside mən Günah Xəlil və həmişəki kimi Ceyhun Rızayev ilə sizin qarşınızda olacaq. Salam Ceyhun, xoş gəlmisən. Xoş gördüyüm mən də hər kəs salamlayıram. Biraz gecikmişik efirə, lakin əsas odur ki, Qarabağın qələbə sevinci hələ ki qələbə sevinci yox. Qələbə bərabər məncə bir heç-heçə oldu. Həmin sevinclə efirimizə başlayırıq və start veririk. Qarabağ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Chelsea ilə 2-2 hesablı heç-heçə elədi. Zaydəganları Bakıdan bir xalla yola saldılar. Gözlədikləri nəticə deyildi. Vallahi mənim də əlimizdən qaçdılar. Mənim də gözlədiyim nəticə deyildi. Hər dəfə deyirəm ki, Qarabağa təəccüblənməyəcəm. Hər dəfə məni təəccübləndirir Qarabağ. Məsələn, oyundan qabaq mən deyirdim ki, Chelsea-yə qarşı şansımız yoxdur. Chelsea biz 2 xal itirdiyimizə görə təəssüfləndirik. Həqiqətən də çox qəribə bir komandadır. Bu komandanı çözmək mümkün deyil. Yəni sağı solu bəlli olmayan komandadır Qarabağ. Yəni büdcəsi 1 milyardı aşan bir komanda ilə başa-başa oynamaq nə deməkdir axı? Həmin qarşılaşmada həm Chelsea komandasının heyətində 2 qol vuruldu. Eyni zamanda Estavio fərqləndi. Eyni zamanda digər futbolçunun adını unutdum, amma əsas odur ki, Qarabağ komandasının oyuncu. Bəli, Garnaço fərqləndi, Argentinalı futbolçu və eyni zamanda Qarabağın heyətində isə Leandro Andrade və penalti zərbəsindən Marko Yankovic fərqləndi. Qarabağ Chelsea ilə oyunda qələbə qazana bilərdi səncə Ceyhun? Əlbəttə qazana bilərdi. Qarabağ Kaşukun 90 plusdakı o qaçırdığı vəziyyət üzbəüz qol olsa, yəni səs batdı, səsim orada olsa batdı, getdi. Kaşka bir-iki dənə yaxşı yağlı söz dedim, amma o emosiya qapılaraq dedim də, amma həqiqətən onu vursaydı dəhşətli bir şey, nəticə olardı. Son dünya çempionu yaxşı, bu Chelsea komandası niyə Qarabağla bacara bilmədi, qələbə qazana bilmədi? Qələbə üçün gəlmişdilər, yuxarıdan aşağı baxırdılar Ağdam təmsilçisinə. Bəli, Chelsea Qarabağı ciddiyə almadı. Fikirləşdilər ki, gəlib çox Bakıda asanlıqla qələbə qazanacaqlar. Bakıya gec gəldilər, oyun öncəsi son məşqi imtina etdilər, çıxmadılar. Əsas heyətin əksər üzvləri ehtiyatda qalmışdı və üstəlik də Qarabağın o möhtəşəm çıxışı, cəsarətli futbolu, cəngavərcəsinə döyüşməsi meydanda, məsələn, statistikaya görə Qarabağ ümumi götürəndə Chelsea futbolçularından daha çox qaçıb Qarabağın futbolçuları. Bilbao'da da elə olmuşdu. Bilbao'da da Qarabağın futbolçuları daha çox qaçmışdılar. Yəni döyüşümüz, qaçmağımız, bir də ki, həqiqətən futbol oynadı. Qarabağ 11 nəfərlə müdafiədə oturmadı. Qarabağ cəsarətli futbol oynadı. Qarabağ sağdan gəlirdi, soldan mövqe hücumları qururdu. Futbolun o bütün tələblərini, gözəlliklərini meydanda sərgilədi. Ceyhun, oyunun nəticəsindən sonra xüsusilə sənin bir videon yadıma düşdü ki, Azərbaycan-Fransa qarşılaşmasından əvvəl söz vermişdin ki, Fransaya qalib gəlsək, o zaman milli komandanın üzvlərinə, futbolçulara qonaqlıq verərdin. Fikirləşirdim ki, görəsən Ceyhun niyə bunu Qarabağ komandası barədə heç vaxt söyləmir? Çünki reallığa daha da yaxındır. Və Qurban Qurbanov barədə də biraz danışmaq lazımdır. Çünki oyundan sonra keçirilən mətbuat konfransında da Ertəm Şener ona çox gözəl bir sual verdi. Dedik, bəs siz Qarabağda qalıb Ferguson olmaq istəyirsinizmi, yoxsa komandadan ayrılıb Guardiola'ya çevrilmək istəyirsiniz? Lakin Qurban Qurbanov açıqladı ki, mən ilə Qurban Qurbanovam. Adam məni dünyaya Qurban Qurbanov kimi gətirib və Azərbaycanlıların da bildiyi kimi tay bərabəri yoxdur bu baş məşqçinin. Bir qurbanımız var, onu da əlimizdən almasınlar da. Elə Qurban Qurbanov Azərbaycanda qalsın işləsin, Qarabağda qalsın işləsin, Azərbaycan futboluna xidmət eləsin. Qurban Qurbanovun xaricdə işləməyini istəmirəm, mən açıq etiraf edeyim. Çünki xaricdə o istədiyi dəyəri görməyə bilər. Xaricdə səbirsiz davrana bilərlər ona. Amma burada o Azərbaycan futbolunun fəxridir, kralıdır. O baxımdan mən çox istəyirəm ki, Qurban Qurbanov elə karyerasının sonuna qədər bax Azərbaycan futboluna xidmət eləsin. Hazırda dünya futbolu üçün bəs Qurban Qurbanov kimdir? Qurban Qurbanov dünya futbolu üçün tapıntıdır. Qurban Qurbanov dünya futbolu üçün yeni bir yenilikçidir, novatordur. Yəni dünyada mütləq araşdırmalıdırlar ki, bu insan bu nəticələri bu kiçik məhdud büdcə ilə necə əldə edir, necə illərdir sabitliyi qoruya bilir. Yəni bunu
hər məşqçi bacarmır. Çox nadir nümunəsi var bunun dünyada. Əminəm ki, bundan sonra Qurban Qurbanova bir çox müraciətlər olacaq xaricdən. Qurban Qurbanovun yanında gəlib sınaq keçmək istəyən, təcrübə toplamaq istəyən xeyli məşqçi olacaq. Əvvəlki illərdə olub, amma bu mövsümdən sonra bunların sayı daha da artacaq, tələbat olacaq. Maçdan sonra oyunun ən yaxşı futbolçusu Qarabağ-Chelsea qarşılaşmasının ən yaxşısı məhz qollardan birinin müəllifi olan Estabiya oldu. Səncə bəs bu qarşılaşmada Azərbaycanlı futbolçulardan və ümumiyyətlə Qarabağ komandasının heyətindən hansısa futbolçu maçın ən yaxşısı seçilməyə layiq idi? Əlbəttə layiq idi. Bax, Qarabağın hansısa futbolçunun adını çəksəm ki, ən yaxşı bu idi. Digər futbolçulara qarşı haqsızlıq etmiş olaram. Məsələn, Camilo Duran fantastik oynadı. Yəni Camilo Duran elə pressinglər eləyirdi ki, mənə Juninho-nu xatırlatır. Juninho pressinglərini. Neçə dəfə top aldı, nəticəyə təsir edən hərəkətləri vardı. Kaş o çəkdi, vurdu dirəyə. O dirəyə dəyib qol olsa daha gözəl olardı. Yəni Durana bu oyunda qol vurmaq yaraşardı. Və ya məsələn Leandro'nun adını necə çəkməyəsən? Duranı çəkib Leandro çəksəm, Leandro haqsızlıq etmiş olacam. Adam hər oyun qol vurur. Hər oyun nəticəyə təsir edən hərəkəti var. Və ya iki cinah müdafiəçimiz Elvinlə Mateusun adı necə çəkməyəsən? Dayanmadılar. Yəni Chelsea-nin futbolçuları onlarla bacarmırdı. Və ya müdafiənin mərkəzi Bəhlul Medina tandemi, tank kimi idilər, divar kimi idilər. Dayandırırdılar Chelsea-nin o bahalı futbolçularını. Kokalski məsələn, birinci qolda mənə görə səhvi var idi. Yaxın küncə onu çıxartmalı idi. Amma neçə dəfə kritik qurtarışlar elədi. O baxımdan Qarabağın əksər futbolçuları maçın adamı olmağa layiq idilər. Maçın adamı elə Qarabağın özü oldu. Salam Radio 90 FM-də Offside dinləyirsiniz. Reklam və musiqi faizləmiz olacaq. Daha sonra buradayıq Offside-da. Dalğan dəyişməyin. Baxmayaraq ki, Qarabağ komandasının Chelsea ilə heç-heç eləməsi Azərbaycanda, Azərbaycanlı futbol azarkeşlərində böyük sevinç hissləri bəxş elədi. Lakin eyni zamanda kədərlə sevinç qardaşdır deyə bilər. Kadi uzun müddət sıradan çıxdı. 8-10 həftə yaşıl meydanlarda olmayacaq. Qarabağ azarkeşləri daha öncə sevinirdilər ki, Marko Yankoviç nəhayət qayıtdı, amma bu dəfə Kadi sıradan çıxdı. Qarabağa necə təsir göstərəcək bu itki? Bizə xoşbəxtlik də belə damcı gəlir. Birdən belə gəlmir. Damcı gəlir. Biri gəlir, o birisi gedir. Və əlbəttə ciddi itkidir. Kadi çox önəmli futbolçudur. İdeal 11-liyin əsas simalarından biridir. Hücum potensialı çox yüksəkdir. Təsir eləyəcək. Yəni desək ki, yox, təsir eləməyəcək, yalan deyərik. Təsir eləyəcək, amma alternativ variantlar var. Oynamağa hazır hər an Emanuel Adday var. Zubir məsələn Kadi mövqeyində oynayıb, mərkəzə çəkilib, necə ki ikinci hissədə oldu. Adday cinahda oynaya bilər. Var, bir neçə variant var. Öhdəsindən gələrik. Qarabağda ulduz yoxdur. Ulduz futbolçu yoxdur. Qarabağ komandasının özü ulduzdur. Qarabağ yəni o kollektiv futbol anlayışıdır. Heç kimdən hansısa bir futbolçudan, fərddən asılı deyil. Qarabağ fərdlərin komandasıdır. Bir uzun müddət ki, Qarabağ komandasından gedəcəyi ilə bağlı adı hallanan futbolçular var. Bunlardan biri Mateusz Kochalski idi. Daha sonra Elvin Cəfərquliyevə təkliflərin olduğu barədə məlumatlar vardı. Elə Elvin oyundan sonra keçirilən briefingdə jurnalistlərə açıqlamasında transfer təklifləri barədə danışdı. Qeyd elədi ki, mənim menecerimlə danışan olmayıb. Danışıqlar olsa belə hələ ki komandadan getməyi istəmirəm, amma menecerimlə bir danışıqlar olmayıb. Bu yerdə bir sual maraqlandırır. Niyə Azərbaycanlı futbolçulara Elvinin simasında olsun, Bəhlul Mustafazadə olsun ki, həmin qarşılaşmada keçən dəfəki qarşılaşmada da çox yaxşı seyvlər imza atmışdı. Bu futbolçulara niyə Avropanın top klublarından təklif gəlmir? Nə qorxudur Avropanın nəhənglərini? Bunun əslində çox sadə səbəbi var. Yəni bir neçə səbəb var. Əsas səbəblərdən biri odur ki, Azərbaycanlı futbolçular Avropa Birliyinə üzv ölkənin futbolçusu olmadığına görə orada legioner limitinə düşürlər. Çünki Avropa Birliyinə üzv ölkələrin futbolçuları xaricdə legioner sayılmırlar. Amma məsələn deyək ki, Azərbaycanlı məsələn Braziliyalıdır. Bunlar legioner sayılır və orada say məhduddur. Orada Azərbaycanın əvəzinə gedir Braziliyadan bir futbolçu gətirir, Argentinadan futbolçu gətirir. Əsas səbəblərindən biri budur. Amma oyuna baxsaq, yəni bu gün Elvin deyək ki, bir Bundesliqanın, La Liqanın ya İngiltərə Premyer Liqasının İtaliyada bir ortabab komandada
oynaması üçün hansısa bir əngəl yoxdur. Yəni Elvin futbolu ilə tam o standartlara cavab verir. Sadəcə o yenə dediyim o bəzi əngəllər var ki, bunlar orada əcnəbi sayılırlar. Qarabağın Avrokuboklardakı oyunundakı nəticələri elə bütün ölkə gündəminə zəbt eləyir ki, oyundan sonra da maraqlı açıqlamalar olur. Bunlardan birini Agil Abbas səsləndirib deyir ki, Elvini harda tutsam öpəcəm. Öpüləsi insandır Elvin həqiqətən də futbolu ilə oyundan sonra o görüntü var idi. Gördün yoxsa yox. Çempionlar Liqasının sosial şəbəkəsində rəsmi səhifələr, TikTok, Instagram, Facebook hamısı paylayıb. Elvin Kəhəri o həyatdan bezdirib. Elvin Kəhər işdən çıxacaq. Kəhəri şikəst eləməz. Elvin əl çəkəndir. Bəlkə də hər Avrokubok oyunundan Bakıda keçirilən oyunlardan sonra Kəhərin içində olan insan dəyişir. Bəlkə də axırda Qarabağ maskotsuz qalacaq. Elvinin ucbatında minir və arxadan da futbolçular deyir ki, gəlin siz də mənim arxama tullanın. Axırda özü Kəhəri yıxır yerə. O şikəst eləməzsə əl çəkən deyil Elvin. Amma həqiqətən də bayaqdan dünəndən nə qədər baxmışam o videoya. Hər baxanda da bir gülürəm, atmışam telefonumu yaddaşdan salmışam. Keyfim olmayan o videoya baxıb gülüm. Dəhşət adamdır Elvin. Və Qarabağ komandasının futbolçuları sənin qeyd elədiyin sosial şəbəkələrdə, xüsusilə Çempionlar Liqasının səhifəsində futbolçularımızın belə pozitiv görüntülərinin paylaşılması və xüsusilə Avropa mətbuatının xüsusi diqqət göstərməsi çox xoş gəlir. Həmişə belə diqqət mərkəzində olsun komandamız. Qarabağın futbolçularının və məncə Qurban Qurbanovun geyimi də diqqət mərkəzindədir. Oyundan saat yarım qabaq futbolçular meydana çıxırlar. Normal geyimlərdə də məsələn su içirlər, çay içirlər, meydan gəzirlər, söhbət edirlər, meydan vəziyyətini tanış olurlar. Mənim diqqətimi o çəkdi ki, Qarabağın futbolçuları bu dəfə fərqli geyimdə idilər. Oyun ərzində də fikir verdin yoxsa yox, Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov fərqli geyinmişdilər. Qarabağ Türkiyənin ən məşhur geyim brendlərinin biri ilə müqavilə bağlayacaq yaxınlarda. Artıq ilk partiya kostyumlar, paltarlar göndərildi. Chelsea-yə qarşı oyundan qabaq həmin geyimlərdə idilər. 2025-2026-cı il payız-qış kolleksiyasıdır. Yəni artıq tək meydanda yaxşı görünmürük. Geyimimizlə də yaxşıyıq. Çox da qəşəng geyinmişdilər. Zövqlü, mənim ən sevdiyim rəng tünd göydür, tünd göy kostyumdaydılar. Yəni Qarabağ elə bu cür yaxşı geyinmək də yaraşar. Bakıda əslində bütün komandanın oyunçuları eyni formada geyinsələr, bir brend geyinsələr çox gözəl olar. Mənim diqqətimi bir neçə turuncu Atletiklə oyundan əvvəl və digər səfər qarşılaşmasının Benfica ilə oyundan əvvəl təyyarədə və ya oyundan öncə çəkilən şəkilləri diqqətimi çəkmişdi. Onda futbolçularımız bəzən eynəkdən istifadə edirdilər. Əksər futbolçularımız kepkalardan istifadə edirlər. Avropa ölkələrində, Avropa komandaları ilə oyunlardan öncə daha da dəbli geyinsinlər futbolçularımız. Qarabağ komandasının növbəti rəqiblərindən biri Ajax komandasından bir xəbər var. Komandanın baş məşqçisi Joy Heitinga ilə yollar ayrılıb və gözlənilir ki, Erik ten Hag bu komandanın baş məşqçi vəzifəsinə gətirilsin. Bu Qarabağın xeyrinə yoxsa zərərinə olacaq? Çünki Qarabağın Futbol Mits Data analitika saytının da yaydığı məlumatlara əsasən qələbə qazanacağı bir komandalardan biri, böyük üstünlüyü olduğu məhz Ajax komandası idi. Məşqçi dəyişəndə, komanda uğursuzluq yaşayan məşqçi dəyişəndə ilk etapda o həmin komandanın xeyrinə olur. Futbolçular özlərini məşqçiyə göstərmək istəyirlər. İndi mən açığı bilmirəm bu məşqçi dəyişikliyi Qarabağla oyunda bizə necə təsir edəcək, amma məncə çox ciddi təsir eləməz. Yekunda meydanda oynayan məşqçi yox, futbolçulardır. Futbolçular məşqçinin tapşırığını yerinə yetirirlər. Bayaqdan sən mənə sual verirsən, yaxşı mən sən bir sual verim. Qarabağın məsələn hansı futbolçusu ilə və ya hansı futbolçularla belə görüşmək istəyərdin, söhbət eləmək istəyərdin? Marko Yankovic. Bu futbolçunu yəqin ki, müsahibə çərçivəsində deyirsən, mən belə qəbul edirəm. Marko Yankovici üz-üzə və ya müsahibədə və ya söhbət edərdim bu futbolçuna. Böyük hörmətim var həmin futbolçuya. Bir də Leandro Andradini qeyd edərdim. Leandro məncə çox sakit təbiətlidir. Elədir. Həddindən artıq təvazökar insandır. Bizdə ona mağmun deyirlər də, belə fağır. Yəni Saman altından su yerdən də deyir. Yox, amma o tip deyil. Meydanda deyə bilər. Həyatda o tip deyil. Yəni Leandro məsələn evlənəndə məsələn üçün yıxılacaq arvad tərəfə. Hiss olunur da. Yəni
vur, yəni başından qapazı vur çörəyin al. Yəni belə deyirlər zaten belə insanlara. Mən məsələn belə futbolçularla çox ünsiyyət saxlamağı xoşlamıram. Amma məsələn fərqli situasiyalarda Qarabağın fərqli futbolçuları ilə nə edərdim deyim də sənə. Məsələn Bəhlulla bir İtalyan restoranında əvvəlcə yarım porsiya balqabaq şorbası içərdim. Ardınca da məsələn pizza Alfredo, 2 nəfərə bir pizza Alfredo demək olar, onu yeyərdim. Məsələn Toral çox duyğusal, romantikdir. Toralla məsələn bir çay evinin kabinetində məsələn Kral Kaybedersə serialına baxmaq olar. Sonra karaoke oxumaq olar. Toralda hiss edirəm ki, səsi də var. Elvinlə nə etmək olar? Elvin hər şey eləmək olar. Elvin hər şey eləmək olar. Elvinlə bəlkə də əvvəllər Megafan var idi. Elə bir əyləncə mərkəzinə getmək olar. Bütün yorğunluğunu çıxarasan. Medina ilə ancaq gecə 1-dən səhər 7-yə qədər görüşəsən şəhərdə. Şahidin Məhəmmədəliyevlə nə etmək olar? Şahidin məncə çox dəliqanlı insandır. Şahidin mənə görə çox gözəl insandır. Onu hiss edirəm mən. Şahidin çox böyük geniş ürəyi var. Az öncə Aqil Abbasın bir fikrini səsləndirdim. Dedi ki, Elvini görsəm onu öpəcəyəm. Bəs sən hansı futbolçunu görsən, indiki Qarabağ komandası ilə, Qarabağ komandasının oyunlarından sonra hansı futbolçuya hansı sözü demək istəyərdin və ya nə etmək istəyərdin? Əslində nə etmək istədiyini dedin, amma nə söyləmək istəyərdin? Yəni hamısını qucaqlayardım yaxşı oyuna görə. Leandroya deyərdim ki, biraz daha ürəkli oyna. Elvinə də deyərdim ki, Elvin, o çox gözəl bir keçid elədin. Sən niyə qapıya vurdun? Verərdin də Zubirə də. Zubir qapının önündədir. Ver vursun da bu qolda, ay Elvin. Orada niyə özün vurdun qapıya? Yaxşı, Qarabağ-Chelsea qarşılaşmasına bir yekunu da vuracağıq. Yenə də sən deyəcəksən məncə. Qarabağ-Chelsea oyununda Aleksey Kaşuk o qol vursaydı nə baş verərdi? Mən bilmirəm, məncə infarkt, insult keçirən olar da Azərbaycanda xeyli insan. Yəni hələ heç oldu mən səhər saat 7-yə qədər yatmadım. İndi gör Qarabağ qalib gəlsin, nələr baş verərdi. Ya, çox böyük sevinc yaşayardıq. Amma mən əminəm ki, kimlərinsə ürəyi tab gətirməzdi buna. Qarabağ komandası ilə bir yarım saatımıza həsr elədik Qarabağa, Ağdam təmsilçisinə və davam eləyək. Misli Premyer Liqasından Qarabağa növbəti oyunlarında uğurlar arzulayırıq. Növbəti Avrokubok Çempionlar Liqası oyunu isə Napoliyə qarşı olacaq. Bu barədə qarşıdakı verilişlərimizdə danışacağıq daha ətraflı. Misli Premyer Liqasına gəlincə 11-ci tur start götürür. Bugündən etibarən Şamaxı və İmişli komandaları üz-üzə gəlir. Hazırda Şamaxı 1-0 hesabı ilə hesabda öndədir hətta. İlk hissəyə baxdım verilişdən əvvəl. Yəni aydın məsələdir ki, iki təxminən eyni güclü komandanın görüşüdür. Burada daha çox taktiki savaş gedəcək və bu oyunda ya heç olmalıdır, ya ki, qalib gələn komanda bir top fərqi ilə qalib gələcək. Yəni başqa cür ola bilməz. Xüsusilə 11-ci turun qarşılaşmalarında bu detal var. Oyunlar 44-cü dəqiqədə start götürür. Peşəkar Futbol Liqasından çox gözəl təşəbbüsdür bu. 44 günlük zəfər bayramına müharibəsinə həsr olunmuş bir aksiyadır. Bütün oyunlar tamamda yox, 44-də başlayacaq. Məsələn, bundan sonraki oyunda 16:44-də başlayacaq. Bəli. Və 16:44-də start götürəcək həmin qarşılaşma isə Qəbələ və Sumqayıt komandaları arasında başlayacaq. Bu qarşılaşmaya təxminlərin necə olardı? Qəbələ yaxşı oynayır, amma bu yaxşı oyunun nəticəsini ala bilmir. Yəni qələbələr gəlmir Qəbələdə. Heç şeylər ya uduzurlar. Nəsə hiss edirəm ki, məsələn bu gün Qəbələ 3 xal qazana bilər. Sumqayıta gəlincə bəs? Sumqayıt da yaxşı oynayır. Yaxşı futbolçuları var, amma mən nəsə hiss edirəm ki, bugün 3 xal Qəbələnin olacaq. Turun digər qarşılaşması ilə zəfər günündə Araz Naxçıvan və Kərvan Yevlax komandaları arasında baş tutacaq. Bu qarşılaşma 8 noyabr saat 15:44-də start götürəcək. Araz Naxçıvan maçın favoritidir. Əlbəttə ki, futbolda hər şey ola bilər. Yəni ən pis halda Araz Naxçıvan heç eləyir, amma mən düşünürəm ki, Araz Naxçıvan qələbə qazanacaq. Zirə və Turan-Tovuz komandaları 8 noyabr saat 18:44-də üz-üzə gələcəklər Zirədə. Bizi maraqlı bir qarşılaşma gözləyir. Əla oyun olacaq. Turan-Tovuz hazırda turnir cədvəlinin lideridir, şəriksiz liderdir. Yaxşı oyun olacaq, həqiqətən. İki yaxşı komandanın mübarizəsi olacaq. Burada nəsə demək çox çətindir. Çünki burada həlləci epizodlar olacaq. Kim o epizodlardan faydalansa, o da qələbə qazanacaq. Amma belə mənim təxminim budur ki, heç-heçə daha real görünür bu oyunda. Və turun son iki qarşılaşması Kəpəz və Sabah komandaları üz-üzə gələcək.
Məncə burada Sabah çətinlik çəkmədən qələbə qazanacağam, elə düşünürəm. Və ən gözlənilən qarşılaşma 9 noyabr saat 18:44-də bizə Azərbaycan derbisi gözləyir. Qarabağ Neftçi komandaları arasında Azərsun Arenada keçiriləcək bu qarşılaşma derbidən gözləntilərin nədir və hətta Chelsea ilə oyundan əvvəl bu fikri də söyləyənlər var idi ki, Qarabağ Neftçi qarşılaşması Qarabağ Chelsea oyundan daha maraqlı olacaq. Sözsüz ki, bizi çox maraqlı bir mübarizə, oyun gözləyəcək. Neftçi son vaxtlar yaxşı formadadır, oyundan oyuna artırır. Abubakar və Matthew İfiyaninin gəlişindən sonra komanda yüksəlişdədir. Qarabağ isə yorğun çıxacaq, Chelsea ilə oynayıb. Yəqin ki, Chelsea ilə oyunda ehtiyatda qalanları meydana start heyətinə buraxacaq Qurbanov. Mən çox maraqlı bir oyun gözləyirəm və bəlkə də Neftçinin əsl real gücü Qarabağla oyunda bilinəcək. Vincent Abubakarın performansını necə dəyərləndirirsən cari mövsüm? Əla. 3 oyuna 4 gol, 1 assist. Yəni bundan artıq nə etməlidir ki? Yəni çox yaxşıdır. Hələ ideal formasından çox uzaqdır. Çünki xeyli oyun buraxmışdı, Neftçiyə təzə qoşulub. Xüsusi məşq proqramı ilə hazırlaşır. Onun üçün xüsusi məşq proqramı tərtib olunub. Mən düşünürəm ki, hələ biraz Abubakara vaxt lazımdır. Təxminən 3-4 oyundan sonra dekabrın əvvəlləri, ortalarına o ideal formasına çatacaq. Bazar günü keçiriləcək qarşılaşmadan əvvəl səncə Neftçi komandasının Qarabağ-Chelsea oyununun nəticəsinə münasibəti necə olacaq? Yəni o nəticə Chelsea ilə heç-heç eləyən Qarabağla üz-üzə gəlmək Neftçi üçün çətin olacaq? Yəni onsuz da Qarabağın son illər Azərbaycan futbolunda bir hegemonluğu var. İllərdir çempion olub, arada bir dəfə Neftçi çempion olub. Yəni Chelsea ilə heç elədi, eləmədi, heç bir fərqi yoxdur. Neftçinin futbolçuları Qarabağla oyuna xüsusi köklənirlər. Bu Azərbaycan derbisidir. Azərbaycanın ən güclü komandasına qarşı oynayacaqlar. O baxımdan yəni heç bir motivasiya, əlavə motivasiyaya ehtiyac yoxdur. Yəni Qarabağla oynayırsa Neftçi, bu artıq o demək ki, Neftçinin futbolçuları özlərini göstərmək üçün can atacaqlar. Bu həftə Çempionlar Liqasının liqa mərhələsinin 4-cü tur qarşılaşmaları başa çatdı və həmin qarşılaşmaların sonunda Qarabağ komandası ilə danışmağa davam edəcəyik. Qarabağın hazırda 15-ci yerdə qərarlaşıb 7 xalla və şansları çox böyükdür ki, play-off mərhələsinə çıxsın, ilk 24-də qərarlaşan komandalardan biri olsun və Qarabağın növbəti mərhələyə adlayacağı halda qarşılaşacağı bəzi rəqiblər var. Bunu da Futbol Medstat analitika saytı çıxarıb həmin rəqibləri 6.7% şansla, ən böyük şanslardan biridir ki, Borussia Dortmundla üz-üzə gələcək. Yenə eyni göstərici ilə Atletico Madrid rəqib ola bilər və 6.3% hər 6.3% ilə Galatasaray və ya Sporting ilə qarşılaşa bilər və Tottenham də 6% ilə növbəti sırada gələn komandadır. Borussia, Atletico, Galatasaray, Sporting və Tottenham. Yəni artıq tullanmamış hop demək hələ tezdir, amma artıq 4 oyuna 7 xal yığıbsa Qarabağ, istəyirik artıq play-off, gəlsin play-off. İnşallah çatarlar. O adı çəkilən komandalardan məncə orada ən çətini Qarabağa görə. Yəni tərz olaraq deyirəm, Atletico Madriddir. Bu Atletico Madridlə oynamaq çətin olacaq. Onlar imkan verməzlər. İstəyərdim, çox istəyərdim Galatasaray düşsün. Galatasaray düşsün. Son vaxtlarda Türkiyədə bu geniş müzakirə səbəb olub ki, Türk dünyasının ən böyük komandası bu dəqiqə kimdir? Bu deyim var ki, Çempionlar Liqasında hazırda ən böyük komanda, ən böyük Türk komandası məhz Qarabağdır. Qarabağdır, amma Galatasaray da əlbəttə ki, çox tarixi klubdur, köklü, UEFA kubokunu qazanmış klubdur. Elə istəyərdim, çox istəyərdim ki, hər iki komanda play-offa çıxsın və bir-birinə rəqib olsunlar. Qarabağ Galatasaray ilə qarşılaşsa, Qarabağ Galatasaray keçməyə şansı çoxdur. Bunu belə hissə qapılaraq demirəm. Galatasarayda ulduz futbolçular çoxdur, amma Qarabağ daha möhkəm komanda, daha kollektiv oynayan komandadır. Çox istəyərdim ki, play-offda Qarabağla Galatasaray qarşılaşsın və Qarabağın Galatasaray keçmək şansı kifayət qədər yüksəkdir. Mövsümün hələ ki əvvəlidir Çempionlar Liqasında. Cəmi 4 tur keçirmişik və
Son olaraq Liverpoolun Real Madrid komandasına qalib gəlməsi xüsusilə diqqət çəkdi və beləliklə bəzi komandalar artıq var ki, 4 oyundan sonra 4 qələbə qazanmağı bacarıblar. Bunlar Bavariya, Arsenal və Inter komandalarıdır. Sənin 2025-26 mövsümü üçün Çempionlar Liqasında favoritin hansı komandadır? PSG-də düşüş var, Barcelonada eniş var, ötən kimi deyirlər. Əzəmətli görünmürlər. Bu dəqiqə açığı nəsə biraz proqnoz verməkdə çətinlik çəkirəm. Belə konkret hansısa bir komandanı qabarda bilmirəm. Amma Liverpool bu mövsüm yaxşıdır. Onu qeyd edək ki, Liverpool yaxşıdır. Baxmayaraq ki, indi onlar uduzublar Qalatasaray, amma Liverpool çox maraqlı komandadır, sürətli futbol oynayan komandadır. Və Cristiano Ronaldo'nun bəzi açıqlamaları ilə davam edəcəyik. Son olaraq Piers Morgan'a, jurnalist Piers Morgan'a bir müsahibə verib. Onun bu şəxslə müsahibələri, Ronaldo'nun bu müsahibələri həmişə maraqlı olur. Həmişə yeni bir şeylər danışır, deyir. Əvvəlcə Diego Jota'nın dəfn mərasiminə niyə qatılmaması barədə məsələni açıqladı, açıqlama gətirdi. Bunun səbəbi deyir ki, diqqəti öz üzərimə çəkmək istəmirdim. Bu hörmətsizlik olardı və deyir ki, atasının vəfatından sonra da qəbirstanlığa artıq getmirdi. Bu da onun gətirdiyi səbəblərdən biri oldu və müsahibənin gedişatında eyni zamanda qeyd elədi ki, artıq Dünya Kubokunu qazanmaq kimi bir hədəfi yoxdur. Yəni Dünya Kubokunu qazanmasa belə artıq top futbolçudur, ən böyük futbolçu elə özüdür. Söylədi. Yox, əlbəttə ki, düz deyir. Məsələn, o vaxt Messi də dünya çempionluğu qazandı. Dedilər ki, futbolun Messiyə bir borcu vardı, borcunu ödədi. Amma Messi Argentinada dünya çempionu olmasa belə, yenə bu Messi'dir. Yəni bu tarixdir, bu fenomen bir futbolçudur. Cristiano Ronaldo da həmçinin. İndi açıq danışaq, bu Portuqaliya millisinin İtaliya ilə, Almaniya ilə, digər nəhənglərlə, Braziliya ilə mübarizə aparması biraz çətin məsələ. Çünki adını çəkdiyim komandalar Portuqaliyadan daha üstün yığmalardır. O baxımdan Ronaldo çempion oldu, olmadı. O elə Cristiano Ronaldo'dur, tarixin ən böyük futbolçularından biri. Yenə də yadda qalan bu olub ki, xüsusilə Ronaldo sevməyən azərkeşlərin Ronaldo uzun illər Dünya Kubokunu qazanmaq arzusunda olub. Lakin düşünürəm ki, bir futbolçu əgər qarşısına bir hədəf qoymasa, o hədəfə gedəcək yolda olan digər uğurlar da qazana bilməz. Yəni ən böyük hədəfə qədər digər kiçik görünən hədəfləri qazanmalıdır ki, Ronaldo da bu hədəflərini kifayət qədər yaxşı formada qazanıb, nail olub. Dünya Kubokunu qazanmasa belə dünyanın ən yaxşı futbolçularından biridir. Bilməm. Bir də gələn həftəyə qədər dinləyicilərimizlə sağollaşırıq. Təşəkkürlər bugün gəldiyin üçün və maraqlı söhbətin üçün.